Uşaqlar, fizika fən müsabiqəsinə hazırlaşanlar üçün elektrik və elektrik sahəsi məsələlərinə baxaq. Deməli, birincidən başlayaq. Müsbət oksigen iyonunun elektrik yükü müsbət 1Y bərabərdir. Onun elektronların sayı 7 olarsa, protonların sayını tapın. Deməli, biz bilirik ki, elektrik yükü Q bərabərdir, protonlarla elektronların cəminə bərabərdir. Elektrik yükü 1Y-yə bərabərdir deyir. Onun elektronlarının sayı 7 olarsa, protonlarının sayını istəyir. Deməli, elektronlarımız 7Y-yə bərabərdir. Elektron mənfi yüklü olduğuna görə biz ona mənfi 7Y yazacağıq. Buradan protonu tapsaq, proton 7 elektronu keçirərik sağ tərəfə, bu da edər 8Y. Deməli, protonlarımızın sayı 8-ə bərabər imiş. 2. Elektrik yükü mənfi 2Y. Yenə eyni qaydada Q bərabərdir P üstəgəl Y yazarıq. Elektrik yükü mənfi 2Y-yə bərabərdir. Aparaq yerinə yazaq. Nüvəsində 18 proton var deyir. 18 dənə deməli elementar yük protonumuz var. Həmin iyondakı elektronların sayını istəyir bizdən. Elektronların sayına X deyək. Buradan X-i tapsaq, 18 elementar yükümüz, protonumuz keçər sol tərəfə. O da edər 2Y ilə 18Y-nin cəmi 20Y. Yəni 20 dənə elektronumuz var. B bəndi. 3. Elektrik yükü müsbət 3Y olan iyon nüvəsində proton var, elektron sayını istəyir. Eyni qaydada Q bərabərdir P üstəgəl Y. Elektrik yükümüz müsbət 3Y-yə bərabərdir. 15 proton varsa 15 elementar yük yazarıq. Elektronların sayına X qoyarıq. X-i tapmaq üçün 15 elementar yükümüz sol tərəfə keçər. Yəni müsbət 3Y çıxaq 15Y. Buradan da alarıq ki, X bərabərdir mənfi 12Y. Deməli, 12 dənə elektronumuz var. 4. Xlor iyonunun nüvəsində 17 proton var. Həmin iyon üçün aşağıdakı şərtlərdən hansı doğrudur? Deməli, bizdə 17 dənə proton var. 17 proton var. Bizdə həmin iyon üçün aşağıdakı şərtlərdən hansı doğrudur? Baxaq birinci. Elektronların sayı mənfi 19 olarsa mənfi iyondur. Q bərabərdir P üstəgəl Y-dir. Q bərabərdir 17Y. Elektronların sayını 19 qoysaq. Baxın, mənfi 2Y aldı. Deməli, mənfi iyondur. Bəli. Elektronların sayı 18 olarsa, Q bərabərdir 17Y. Elektronların sayı 18 olarsa deyir, müsbət iyondur. Alırıq ki, mənfi Y. Müsbət iyon deyil, mənfi iyondur. Səhvdir. Elektronların sayı bu dəfə 15 olarsa, Q bərabərdir 17Y, çıxaq 15Y. 2Y alındı. Müsbət iyondur? Bəli. Deməli, A və C doğrudur. 5-ci sual. Litium iyonunun elektrik yükü neçə klondur? Biz bilirik ki, Q bərabərdir NY ilə neçə klon olduğunu tapa bilərik. Buradakı Y elementar yükümüzdür. Özü burada verib. N isə buradan görür ki, litium iyonu müsbət 2-dir. Deməli, onda gətirib yerinə yazsaq, alarıq ki, müsbət 2, vuraq 1,6 vur 10 üstü mənfi 19. Bu da edər müsbət 3,2 vur 10 üstü mənfi 19. Cavab C bəndi. 6. Elektrik yükü bizə verib. Bu qədərdir. Yükümüz bu qədərdir. Protonlarımızın sayı 11-dir. Elektronların sayını istəyir bizdən. Əvvəlcə biz gəlin Q bərabərdir NY ilə N-ləri tapaq ki, nə qədər artığımız və yaxud əksiyimiz var. Deməli, Q-muz mənfi 4,8 vur 10 üstü mənfi 19. N, Y-miz mənfi 1,6 vur 10 üstü mənfi 19. Buradan N-i tapsaq, mənfi 4,8 vur 10 üstü mənfi 19-u bölərik, mənfi 1,6 vur 10 üstü mənfi 19-u. Bunlar ixtisar gedər. 4,8 də 1,6-ya bölmək 3 deməkdir. Deməli, 3 dənə elektron artıqlığımız var. Onda biz 3 dənə elektron artığımız varsa, deməli 11-in üzərinə 3 gəlsək, 14 dənə elektronların sayını tapa bilərik. Cisimlərin sürtünmə ilə elektriklənməsi üçün hansı şərt ödənməlidir? Cisimlərin sürtünmə ilə elektriklənməsində 2 əsas şərtimiz var idi ki, cisimlərin hazırlandığı maddələr fərqli olmalı idi, cisimlər dielektriklərdən hazırlanmalı idi. Baxaq indi, cisimlərin hazırlandığı maddələr fərqli olmalıdır. Bəli, cisimlərdən biri dielektrik, biri metal olmalıdır. Xeyr, cisimlər dielektrik maddədən hazırlanmalıdır. Bəli, cisimlər eyni materialdan hazırlanmalıdır. Xeyr.
Deməli, cavabımız 1-3. Cədvəldən istifadə edərək, müəyyən edin deyir. Plasmas çubuğu yun parçaya sürtdükdə onlar necə yüklənər? Biz bilirik ki, yuxarıdan aşağıya doğru getdikcə aşağılar mənfi yüklənir, yuxarılar müsbət olur. İndi bizə deyir ki, plasmas çubuğu yun parçaya sürtək. Plasması yun parçaya sürtürük. Plasması yun parçaya sürtəndə yuxarıdan aşağıya doğru getdikcə yuxarılar müsbət, aşağı mənfi yüklənir. Deməli, onda bizim yun parçamız müsbət, plasmasımız mənfi yüklənəcək. Plasmasımız mənfi, yunumuz müsbət. Şüşə və plasmas çubuğu ipək parçaya sürtdükdə onlar necə yüklənər? Əvvəlcə gəlin biz sıralamamızı yazaq. Sıralamamızı uşaqlar belə yadınızda saxlaya bilərsiniz. Şıyıqp. Baxın bu şəkildə. Şüşə, yun, ipək, kağız, pambıq, plasmas. Yəni şıyıqp. Bunu belə yadınızda saxlayın. Şüşə və plasmas çubuğu ipək parçaya sürtürük deyir. Deməli, əvvəlcə şüşəni ipək parçaya sürtək. Baxın, şüşəni ipək parçaya sürtək. Şüşə necə yüklənər? Müsbət, ipək, mənfi. İndi plasmas çubuğu ipək parçaya sürtək. Plasması ipək parçaya sürtək. Yenə ipək müsbət, plasmas mənfi olacaq. Deməli, şüşə müsbət, plasmas mənfi. B bəndi. İndi 10-cu. Şüşə çubuğu yun parçaya sürtdükdə Q verilib ki, bu qədər yük qazanır. Aşağıdakı fikirlərdən hansı doğru olar? Deməli, bunu necə tapırıq? Tapmaq üçün Q bərabərdir. N-Y düsturundan istifadə edəcəyik. N bərabərdir Q bölü Y. Q-muz müsbət 8 vur 10 üstü mənfi 19. Y-miz 1,6, 10 üstü mənfi 19. Deməli, bunlar ixtisar gedər. 8-in 1,6-ya nisbəti. Hər iki tərəfini 10-a vursaq, 80-in 16-ya nisbəti. Bu da edir 5. Deməli, şüşə çubuğu yun parçaya sürtürük. Bayaq dedik Ş, Y, İ, K, P, P. Şüşəni yuna sürtəriksə nə edər? Şüşə çubuq elektronlarını yuna verər. Özü müsbət yüklənər, yun parça mənfi yüklənər. Deməli, şüşə neyinir? Elektronunu itirir. Yun parça neyinir? Elektron qəbul edir. Şüşədən yuna elektron keçir. Deməli, yun parça elektron itirib xeyir, yun parça qəbul edib. Deməli, şüşədən yun parçaya 5 dənə elektron keçib düzdür. Deməli, indi gələk bu suala. Deməli, biz növbəti sualda D-ni tapdıq. İndi 11. A və B cisimlərini yun parçaya sürtdükdə A cismi mənfi, B cismi müsbət yüklənir. Cədvəldən istifadə edərək AB cisimləri hansı ola bilər? AB cisimlərini yun parçaya sürtürük. Yazaq Ş, Y, İ, K, P, P. Deməli, deyir ki, yun parçaya sürtəndə A cismi mənfi yüklənir, B cismi müsbət yüklənir. Biz nə demişdik? Yuxarıdan aşağıya doğru gəldikcə yuxarılar müsbət, aşağı mənfi. Bizə deyir B cismi müsbət. B cismi müsbətdirsə, deməli yun parçadan yuxarıda olanlardır. Deməli, müsbət olan cismimiz nə olar? Şüşə. Deməli, B cismimiz yalnız şüşə ola bilər. Digər A cismimiz isə mənfi yüklənir. A cismimiz mənfi yüklənirsə, hara ola bilər? Aşağılar ola bilər. Deməli, ipək, kağız, pambıq və plasmas. Deməli, B cismi şüşə, digər isə kağız, plasmas variantda bunlar verilib. Yəni, ipək də ola bilərdi, pambıq da ola bilərdi. İndi gələk 12-ci suala. Şəkildə A cismi ipək parçaya sürtülmüş plasmas çubuqdur. B cismi yun parçaya sürtülmüş hansı cisim ola bilər? Yenə eyni qaydada şıyıq, P. Biz baxırıq ki, burada cisimlər neyiniyib? Bir-birini itəliyib. Bir-birini itəliyibsə, bu nə deməkdir? Bunlar ya mənfi, ya müsbət yüklənir. Şəkildə deyir, A cismi ipək parçaya sürtülüb. A cismi ipək parçaya sürtülmüş plasmas çubuqdur. A cismi ipək parçaya sürtülmüş plasmas çubuqdur. Plasmas çubuqdursa, plasmas biz bilirik ki, yuxarıdan aşağıya doğru getdikcə mənfi. Deməli, A cismi plasmasdırsa, deməli, avtomatik mənfidir. Yəni, müsbət lazım olmadı bizə. A cismi mənfidirsə, bunlar bir-birini itəliyirsə, deməli, B cismi də mənfi yüklüdür. B cismi yun parçaya sürtülmüş hansı cisim ola bilər? Yun parçaya sürtülmüş hansı cisim ola bilər? Aşağıdakılardan hər hansı biri.
fərqi yoxdur. Deməli, ipək, kağız, yəni şüşə olmaz, şüşə olmaz, şüşə olmaz, plasmas, pambıq debəndi. İndi 13-cü suala baxaq. Şəkildə M, N, K, L elektriklənmiş kürələri verilmişdir. L kürəsi M kürəsini cəzb edir. Gəlin, yazaq bir-bir. L kürəsi M kürəsini cəzb edir. K kürəsini itələyir. L kürəsi K-nı itələyir. Aha, K-nı itələdi. Bu kürələrin işarələri üçün doğru olanları seçin. İndi başqa nəsə demir? Hə, M kürəsi N kürəsini cəzb edir. Bunu da deyir. M kürəsi N kürəsini cəzb edir. Deməli, M kürəsi N kürəsini cəzb edirsə, deməli, mən bunların işarəsini, bunları müsbət götürə bilərəm. Birini müsbət, birini mənfi götürə bilərəm. Müsbət mənfini cəzb edir axı. Deməli, sonra baxırıq ki, M L-i cəzb edir deyirdi. M L-i cəzb edir. Deməli, bu mənfidirsə, digərimiz müsbətdir. L K-nı itələyir deyirdi. Deməli, onda bu da müsbətdir. Başqa bir halda mən N kürəsini mənfi yükləyərəm. Aha. Bu mənfidirsə, bir-birini cəzb edirsə, M onda nə olar? Müsbət olar. M müsbətdirsə, M ilə L bir-birini cəzb edir. Cəzb edirsə, onda nə olar? Mənfi olar. L ilə K isə bir-birini neynir? İtələyir. İtələyirsə, onda bu da müsbət olar. Deməli, N müsbət, M mənfi, L müsbət, K müsbət. N mənfi, M müsbət, L mənfi, K onlar bir-birini itələyir. K mənfi. Aha, K mənfi. Deməli, cavabımız bunlardan ibarət olacaq. Baxaq. M müsbət, M müsbət, M müsbət, N müsbət, N mənfi. Aha, N müsbət olanda M mənfi, digərləri müsbət. N müsbət olanda M mənfi, digərləri müsbət olmalıdır. Aha, yox, 1 səhvdir. Deməli, 1 2-dir. 1 2-dir. Deməli, M müsbət olanda digərləri mənfidir. M müsbət olanda digərləri mənfi. Aha, baxın buradadır. Deməli, cavab 2 ilə 3 doğrudur. İndi şəkildə MNKL elektriklənmiş kürələri verilmişdir. M kürəsi N kürəsini cəzb edir. Aha, yazaq. M kürəsi N kürəsini cəzb edir. M kürəsi K kürəsini cəzb edir. M kürəsi N kürəsini cəzb edir. Aha, L kürəsi M kürəsini cəzb edir. Aha, cəzb edir. K kürəsini itələyir. L isə K-nı itələyir. Aha. M və K kürələri üçün doğru olanları seçin. Gəlin, qeyd edək. Deməli, bunlar cəzb edirsə, bu müsbətdirsə, bu mənfidir. Bu mənfidirsə, bu müsbətdir. Bu müsbətdirsə, bu mənfidir. N mənfidirsə, bu müsbətdir. Bu müsbətdirsə, bu mənfidir. Bu mənfidirsə, bu da mənfidir. Niyə? Bir-birini itələyir deyə. İşarələrini bir-bir qeyd eləmişik. Aha. Deyir ki, M və K kürələri əks işarəlidir, bir-birini cəzb edir. N və K kürələri əks işarəlidir. Xeyr, şəkildən görürük ki, bunlar hər ikisi müsbət yüklüdür və bir-birini onlar neynəməlidir? Bir-birini onlar itələməlidir. Onlar bir-birini itələməlidir, cəzb etmir. Bir səhvdir. M və K kürələri eyni işarəlidir, bir-birini itələyir. Bəli, doğrudur. N kürəsinin yükü mənfi, K kürəsi yüksüzdür. N kürəsinin yükü mənfi, K kürəsi yüksüzdür. Xeyr, K kürəsi yüksüz deyil. K kürəsi müsbətdir. K kürəsi yüksüzdür, səhvdir. M və K kürəsi yüksüzdür, səhvdir. Bu sualda uşaqlar xəta var. Deməli, cavab burada yalnız 2-dir. Bu testdə 1-2 sualda xəta var. Öncədən deyim. Deməli, şəklə əsasən MNK kürələrinin yüklərinin işarəsi üçün doğru olanları seçin. Aha, doğru olanları seçək. Bunlar neynir? Bir-birini cəzb edir. Bir-birini cəzb edirsə, bu deməkdir ki, bu mənfi olarsa, bu müsbət olar. Bunlar da bir-birini cəzb edir. Bu müsbət olarsa, bura müsbət olarsa, bura mənfi olar. Və yaxud bura müsbət olarsa, bura mənfi olar. Bura mənfi olarsa, bura müsbət olar. İndi, N-i mənfi götürəndə, M müsbət, K mənfi. M müsbət, K mənfi. Bəli, bu doğrudur. 3 doğrudur. N-i müsbət götürəndə, M mənfi, K müsbət. Aha, M müsbət, N-i müsbət götürəndə, M mənfi olmalıdır, K mənfi, K müsbət. Aha, elə 2 imiş. 2 və 3. Avəndi.
İndi gəlin 16-cı suala baxaq. Şəkillər əsasən doğru olanları seçin. Ümumiyyətlə baxın, indi burada da bir səhvimiz var ki, deməli burada cavablarda diqqətlə baxsaz görərsiniz ki 4 verilib. Halbuki şəkildə ümumiyyətlə 4-cü şəkil hanı? 4-cü şəkil yoxdur. Deməli, yenə də biz sualımıza baxaq. Deməli, burada baxırıq ki, bu yüklər bir-birini neynir? İtələyir. İtələyirsə deməli bunlar müsbətdir. Bunlar müsbətdir və bunlar bir-birini nə edir? Cəzb edir. Deməli bu da mənfi yüklüdür. Növbəti halda mən bu yükü mənfi götürsəm, bunu da mənfi götürərəm ki, neynir? Onlar bir-birini itələyir. Bunu mənfi götürmüşəmsə, bunlar bir-birini cəzb edirsə, bu necə olmalıdır? Müsbət yüklü. İndi baxaq. Deməli K mənfi yüklü tapmışıq. K mənfi yüklü olanda bu müsbət yüklü oldu da tapdıq ki, buna onda müsbət yazarıq. Buna biri mənfi, biri müsbət onda nə edir? Onlar bir-birini cəzb edir. Düzdür. Bu ifadə doğrudur. İndi 2-yə baxaq. Biz enə mənfi tapanda, baxın burada enə mənfi tapdıq. Enə mənfi tapanda K-ya nə götürdük? K-ya müsbət götürdük. M-ə nə götürdük? Mənfi götürdük. Mənfi mənfini nə edir? İtələyir. Mənfi müsbəti itələyərmi? Xeyr. Mənfi müsbəti cəzb edər. Bu hissəsi yanlışdır. Yəni 2 yanlışdır. İndi 3-ə baxaq. Biz enə mənfi tapanda, buradan şərtdən baxın, M-ə də mənfi tapmışdıq. Bunları mənfi tapmışdıq. K-nı nə tapmışdıq? K-nı müsbət tapmışdıq. Gətirdim, yazdım yerinə müsbətimi. Mənfi müsbəti nə edir? Cəzb edir. Mənfi mənfini nə edir? İtələyir. Mənfi müsbəti nə edir? Cəzb edir. Deməli 3 də doğrudur. 1, 3. C bəndidir. İndi 17-ci sualımıza baxaq. Yüklənmiş K kürəsini şəkildəki kimi 2 hissəyə ayırsaq, həmin hissələrin elektrik yükü nə qədər olar? Gəlin baxaq. Baxın, bu bizim deməli lövhəmizdir. Lövhəmiz yüklənilib, daha sonra 2 hissəyə bölünüb. 2 hissəyə bölünəndə deyir ki, sağ hissə ilə sol hissə necə yüklənər? Gəlin mənfi müsbət, mənfi müsbət, mənfi müsbət. Bu şəkildə qruplaşdıraq. Yerdə nə qaldı? Müsbət. Deməli bu hissə müsbət yüklənib. Mənfi müsbət. Burada nə qaldı? Müsbət. Deməli sağda solda müsbət yüklənibdir. 0 xeyir, mənfi xeyir, mənfi xeyir, müsbət. Hərəsində bir dənə proton qalmışdı. Elektrik yükü müsbət 3Y olan alüminium ionun nüvəsində 13 proton var. İonun nüvəsində 13 dənə protonumuz var. Yükümüz müsbət 3Y-dir. Protonumuz isə 13 dənədir. Həmin iondakı elektronun yüklərinin cəmini tapdıyır. Deməli, biz əvvəlcə gəlin Q bərabərdir P üstə gəl Y ilə baxaq. Deməli, Q'muz müsbət 3Y, protonumuz 13Y, elektronumuz X-dır. Mən buradan X-i tapsam, müsbət 3Y çıxaq 13Y. Buradan X-i nə aldım? Mənfi 10Y. Məsələdə bizə görürük ki, elementar yükün ifadəsi verilib. Yəni, mən bu elementar yükün yerinə gətirib 1/6 vur, 10 üstü mənfi 19-u qoya bilərəm. 10 üstü mənfi 19-u qoya bilərəm. Deməli, buradan nə alıram? 1/10-6, mənfi 1/6. Bu 10 üzəri 1-də axı. Bu 1 ilə əmsallarımız eyni olanda bizim yuxarı qüvvətlərimiz toplanır. Deməli, 1/19 nə edir? 1/19, yəni 18 edir. 10 üstü mənfi 18. Cavab A bəndi. İndi 19-cu sualımıza baxaq. Şəkildə elektrik yükü mənfi Y olan ion təsvir olunmuşdur. Bu ionun daxilindəki protonların, neytronların və elektronların sayını tapın. Gəlin tapaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Nə saydıq? Biz elektronları nə qədər saydıq? 10 dənə saydıq. Deməli, bizim elektronumuz 10 dənədir. A-nı sıradan çıxaraq. Deyir, elektrik yükü mənfi 2Y-dir. Q bərabərdir P üstə gəl elektron deyil. Q-nun yerinə mənfi 2Y yazıram. P-ni bilmirəm. Elektronun yerinə 10 yazıram. Elektronun yerinə 10-umu yazıram. Mən bunu X-i tapsam nə olur? 8Y. Deməli, mənim protonum 8 dənədir və neytronum da 8 dənədir. C bəndi.
İndi 20. Şəkildə elektrik yükü müsbət 2Y olan ion təsvir edilmişdir. Bu ionun nüvəsinin yükü neçə kulondur? Aha, yükümüz müsbət 2Y'dir. Neçə ionun nüvəsinin yükü neçə kulondur? Aha, biz öncə Q bərabərdir NY ifadəsinə baxaq. 2Y bərabərdir N vur Y. Buradan da N'i nə tapdım? 2 tapdım. Q bərabərdir NY olduğundan 2-ni gətirib elementar yük 1/6 10 üstü mənfi 19'a vursam 3/2 10 üstü mənfi 19 kulon taparam. Aha, cavab D-bəndi. Cisimlərin elektrik yükünün olub-olmadığını müəyyən etmək üçün hansı cihazdan istifadə olunur? Təbii ki, elektroskopdan istifadə olunur. Voltmetr gərginliyi ölçür, ampermetr cərəyanı ölçür, elektrik sarğacı gücü ölçür. 22-ci sual. Bu da səhv olan bir suallardandır uşaqlar. Çünki burada cavablar yoxdur. Rəqəmləri verib, amma cavab yoxdur burada. İndi 23-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Keçirici verib, dielektrik verib və bəndlər verib. Deyir ki, bunları qruplaşdırın. Sərbəst yük daşıyıcılar yoxdur. Biz bilirik ki, dielektriklərdə sərbəst yük daşıyıcılar olmur. Sərbəst yük daşıyıcıları var. Keçiricilərdə sərbəst yük daşıyıcılar olur. Keçiricilər nələrdir? Təbii ki, metallar keçiricilərdir. Metallar keçiricilərdir. Duzların suda həll olmuş məhlulları. Deməli, uşaqlar, suyun içərisinə götürüb duz əlavə etsəz, həmin su keçirici olacaq. Ona görə duzların suda həll olmuş məhlulları keçiricidir. Yalnız saf su keçirici deyil. Plasmas keçirici deyil. BCD AY. A bəndi. Aha, 24. Yükü Q bərabərdir mənfi 1/6 nanokulon olan metal kürənin neçə artıq elektronu var? Biz bilirik ki, Q bərabərdir NY ilə tapılır. Q'muz mənfi 1/6 nano. Nano nə deməkdir? 10 üstü mənfi 9 deməkdir. Vuraq 10 üstü mənfi 9 bərabərdir N. Elementar yükümüz də 1/6 10 üstü mənfi 19. Deməli, mən buradan N'i tapsam 1/6 10 üstü mənfi 9'u mənfi 1/6 10 üstü mənfi 19'a böləcəm. Bunlar ixtisar gedər. 10 üstü mənfi 9 məxrəcdə olanda surətə qalxanda müsbət olur. Bu da edir 10 üstü mənfi 9 plus 19, yəni 10 üstü 10'a bərabərdir. Cavab A bəndi. Aha, N sayda artıq elektronu olan metal kürənin yükü nəyə bərabərdir? Q bərabərdir NY. N'imiz 5 vur 10 üstü 10. Y'miz mənfi 1/6 vur 10 üstü mənfi 19. Deməli, buradan da 5'i 1/6'ya vuranda 8 edir. 8, mənfi 8, 10 üstü 10 çıxaq 19. Bərabərdir. Mənfi 8 vuraq 10 üstü mənfi 9. 10 üstü mənfi 9 nədir? Nanokulondur. Deməli, mənfi 8 nanokulon. Aha, cavab B-bəndi. Yükü Q olan damcı 2 hissəyə bölünür. Birinci hissənin yükü mənfi 16 Q, ikinci hissənin yükü nə qədərdir? Biz bilirik ki, Q1 ilə Q2'nin cəminə bərabərdir. Saxlanma qanununa görə yük saxlanılır. Deməli, bizim ümumi yükümüz Q'dur. Birinci hissəmizi 0,6 Q, digər hissəni bizdən soruşur. Buna X yazaq. Deməli, buradan X-i tapsam, Q üstə gələk 0,6 Q, nə edər? 1,6 Q. Burada cavab müsbət olmalıdır. Deməli, A cisminin sükunətli olan B cisimdən uzaqlaşması üçün A və B cisimlərinin yükü necə ola bilər? Deməli, biz deyir ki, bunlar bir-birindən uzaqlaşsın. Uzaqlaşmaq üçün nə etməlidir? Onlar bir-birini itələməlidir. İtələmək üçün necə olmalıdır? Ya hər ikisi müsbət olmalı, ya hər ikisi mənfi olmalıdır. Ya hər ikisi müsbət, ya hər ikisi mənfi. Cavab C bəndi. Şəkildə verilmiş yüklər üçün doğru olanı seçin. Aha, baxaq görək bu cisimlər haqqında bizə nələr verilib. M yükü N və K yükünü cəzb edir. Baxaq görək. M, gəlin özümüz öncədən baxaq. M, L-i nə edir? Cəzb edir. M, N-i nə edir? Cəzb edir. M, K-nı nə edir? İtələyir. L, K-nı cəzb edir. N, K-nı cəzb edir. Aha, bəs L, N-i itələyir. Bunları qeyd elədik. Deməli, M yükü M və K yükünü cəzb edir. Baxaq, M yükü N-i bəli, cəzb edir. Bu düzdür. K yükünü cəzb edir. Baxaq görək, M K-nı cəzb edir. Xeyr, göstərmişik burada, itələyir.
Deməli, bir səhvdir. N yükü, indi baxaq, N yükü M və K yükünü cəzb edir. N, M-i bəli cəzb edir. M, K-nı bəli cəzb edir. Deməli, 2 doğrudur. K yükü L yükünü cəzb edir. K yükü L yükünü cəzb edir. Bəli, cəzb edir. M yükünü isə itələyir. K, M-i itələyir. Bəli, şəkildən də görürük ki, itələyir. Deməli, 3 də doğrudur. L yükü, aha, elimiz burada. M və N yükünü cəzb edir. M-i cəzb edir. N-i deyir cəzb edir. Amma xeyr, cəzb eləmir axı. Baxın, N-i neynir? İtələyir, müsbət yüküdür. Deməli, 4 səhvdir. 5. K yükü, gəlin indi K-ya baxaq. K yükü N, L yükünü cəzb edir. K, N-i cəzb edir, doğrudur. L-i cəzb edir, doğrudur. M-i itələyir, doğrudur. Deməli, 5 də doğrudur. 2, 3, 5. 2, 3, 5. Aha, B bəndi. İndi elektroskop Q bərabərdir 10 üstü mənfi 11 kulon elektrik ilə elektriklənib. Neçə elektron var? Q bərabərdir NY. Deməli, 4 vur 10 üstü mənfi 11 bərabərdir. N vur 1,6 vur 10 üstü mənfi 19. Buradan N-i tapsaq, 4 vur 10 üstü mənfi 11 bölək 1,6 vur 10 üstü mənfi 19 bərabərdir. Deməli, hər ikisini məxrəci də surəti də 10-a vuraram. Burada alınar 40, aşağıda alınar 16. Surətdə 10 üstü mənfi 11. Məxrəcimiz surətə qalxanda müsbət olur. Üstə gəl 19. Aha, 19. Deməli, bunu 4-ə ixtisar aparsam 4, 4-ə ixtisar aparsam 10. 2-yə ixtisar 2, 2-yə ixtisar 5. 5-i 2-yə bölsəm nə edər? 2 onda 5. Deməli, 2 onda 5, 10 üzəri 9. 2 onda 5, 8. 11-dən, o 9-dan 11 çıxanda 8 edir axı. 2 tam onda 5, 10 üstü 8. Aha, cavab B bəndi. Müsbət yüklənmiş, yüklə elektriklənmiş kürəciyin elektrik sahəsində metal silindr yerləşdirilmişdir. Aha, bu vəziyyətdə metal silindr 2 hissəyə bölünərsə, onlarda yüklər necə paylanır? Bu bizim silindrimizdir. Müsbət yükü gətirilir. Elektrostatik induksiya hadisəsinə görə bu lövhədə yüklər paylanır. Əvvəlcə bu lövhədə müsbət və mənfi yüklər bu şəkildədir. Onun yanına müsbət yüklü kürəciyi gətirəndə, müsbət yüklü bu kürəciyi biz gətirəndə, həmən bu mənfi müsbətlər nə edir? Deməli, nə edir? Müsbətlər buradakı müsbətləri itələyir silindrin sağ tərəfinə, mənfiləri isə cəzb edir silindrin sol tərəfinə. Deməli, sonra deyir ki, bunu 2 hissəyə bölün. Biz 2 hissəyə böləndə, deməli, nə qalır? Bunun sol tərəfi mənfidirsə, onda sağ tərəfi müsbət, bunun sağ tərəfi müsbətdirsə, sol tərəfi də mənfi olacaq. Mənfi müsbət, mənfi müsbət, mənfi müsbət, bu yox, bu yox. Mənfi müsbət, bəli, C bəndi. Bu da səhvdir. Aha, indi 31-ci sualımıza baxaq. Aşağıdakı cədvəldə doğru olan bəndi seçin. Aha, deyir keçirici qızıl, polad, şüşə, rezin verib. Dielektrikə taxta, mis, plastik. Biz bilirik ki, dielektrik mis ola bilməz, taxta ilə plastik ola bilər. Keçirici isə rezin ola bilməz, şüşə ola bilməz. Deməli, qızıl və polad ola bilər. Deməli, cavab A bəndidir. Təsirlə elektriklənmə və induksiya hadisəsinin mahiyyəti nədən ibarətdir? Bayaq dediyimiz kimi, elektriklənmə və ya induksiya hadisəsi nə idi? Bir metal lövhə silindrimiz olur, ona bir yük yaxınlaşdırırıq. Yaxınlaşdırılan zaman lövhənin daxilində olan müsbət və mənfi yüklər təsirlə müsbət yük yaxınlaşdırırıqsa, müsbətləri itələyir, mənfiləri cəzb edir. Mənfi yük yaxınlaşdırırıqsa, müsbətləri cəzb edir, mənfiləri itələyir. Deməli, yüklü cisim yanına hər hansı bir cisim gətirəndə yüklərin paylanması baş verir də burada. Deməli, baxaq, yüklü cismin yaxınlığında yerləşdirilmiş metal cisimdə yüklərin yenidən paylanması. Bəli, bayaq bu haqda da misala baxdıq. Baxın, 30-cu tapşırıq. Deməli, keçək 33. Hansı yük elementar yük adlanır? Elementar yük nədir? Təbiətdə mövcud olan ən kiçik elektrik yükünə biz elementar yük deyirik.
Yəni elektron ən kiçik yükdür. -1.6, 10 üstü -19. Deməli, bütün elementar zərrəciklər xeyir, proton da var, neutron da var. Protonun yükü müsbətdir, neutron sıfırdır, elektronun yükü isə dedik ki, mənfi yüklüdür. Aha, elektrik yükünün BSD vahidi nədir? Elektrik yükünün vahidi kulondur. Elektrik yükü hərfi ilə işarə olunur. I vur T-yə bərabərdir. Amper vuraq saniyə, yəni kulona bərabərdir. Cisimlərin və ya zərrəciklərin elektromaqnit qarşılıqlı təsiri hansı kəmiyyətlə xarakterizə olunur? Deməli, qarşılıqlı təsir biz köhnə məsələlərimizdən də gördük ki, müsbət yüklər bir-birini itələyir, mənfi yüklər bir-birini itələyir, mənfi müsbət bir-birini cəzb edir. Deməli, bunlar necədir? Bir-biri ilə qarşılıqlı təsirdə olurlar. Biz burada nələrdən danışırdıq? Yüklərdən danışırdıq. Deməli, elektrik yükü. Şəkildə verilmiş yüklü cisimlərə təsir edən Kulon qarşılıqlı təsir qüvvələrində F1-in F2-yə nisbətini istəyir bizdən. Aha, gəlin F1-in F2-yə nisbətini tapmalıyıq. Biz bilirik ki, uşaqlar, deməli, bizdən F1-in F2-yə nisbətini istədim. Aha, ümumiyyətlə, sizə bir qayda deyim ki, təsir əks təsirə bərabərdir. Yəni, təsir əks təsirə bərabərdirsə, burada bizim avtomatik cavabımız 1 olur. Amma, deməli, hər bir yük üçün istəsəz, baxa da bilərik ki, deməli, bunların arasındakı məsafəyə R deyək. F1-i tapsam, K, Q1, Q2 bölək R kvadrat düsturundan istifadə edərəm. Hər bir cisim üçün, hər bir yük üçün. Baxaq, F1 bərabərdir K, Q1-im nədir? -3Q, Q2-im 2Q. Aha, bölək, aralarındakı məsafə R kvadratı. F2-ni tapsam, K, yenə -3Q, vuraq, 2Q, bölək, R kvadratı. Və mən bunları tərəf-tərəfə bölsəm, yenə cavab 1 edər. Yəni, təsir əks təsirə bərabərdir. Qiymətcə bərabər, istiqamətcə əksdir. Mənfi yük, müsbət yük. Bunlar nə edir? Bir-birini cəzb edir. Ona görə təsir əks təsirə bərabər olduğundan cavabımız 1-dir. Şəkildə verilmiş yüklü cisimlərə təsir edən Kulon qarşılıqlı təsir qüvvələrinin yenə nisbətini istəyir bizdən. Biz nə dedik? Təsir əks təsirə bərabərdir. Ona görə nisbət 1-ə bərabər olacaq. Şəkildə verilmiş yüklü cisimlər sükunətdədirlər. Bu cisimlərə təsir edən sükunət sürtünmə qüvvələrinin nisbətini tapın. Deməli, sükunət sürtünmə qüvvəsi hər zaman dartı qüvvəsinə bərabərdir. Sükunətdə durubdursa, deməli sağ tərəf sol tərəfə bərabərdir. Onda hər biri üçün biz Kulon qüvvələrini yaza bilərik. F1 üçün yazsam, K vuraq, 5Q, hər ikisi müsbət olduğundan modula gərək yoxdur. 5Q vuraq, 3Q bölək, bunlar arasındakı məsafə R-dir. Deməli, R kvadratı. F2-ni də yazsam, K vuraq, 5Q vuraq, 3Q bölək, R kvadratı. Və mən bunları tərəf-tərəfə bölsəm, cavabım yenə 1 edər. Deməli, sükunət sürtünmə qüvvələri nisbəti 1-ə bərabərdir. Deməli, bunlar sükunətdədir. Aha, 39-cu sual. Elektroskop nə məqsədlə istifadə olunur? Elektroskop cisimlərin elektriklənmə dərəcəsini müəyyən etmək üçün istifadə olunur. Aha, deməli, cisimlərin elektriklənmə dərəcəsi müəyyəndir. Bəli, gərginliyi ölçür, xeyr, voltmetr gərginliyi ölçür. Yükün miqdarını ölçmək üçün, xeyr, yükün miqdarını təyin etmək üçün elektrometrdən istifadə olunur. Deməli, elektroskopdan yükün keyfiyyətcə təyin edirik. Elektrometr də kəmiyyətcə xarakter edirik. Yəni, miqdarını ölçmək üçün elektrometrdən istifadə edirik. Cavab yalnız 1 edər. İndi buna da gələn dərs baxarıq, uşaqlar. İzlədiyiniz üçün təşəkkürlər.